İndi isə yeni abituriyent nəşrlərinin 11-ci siniflər üçün keçirdiyi buraxılış imtahanı ilə davam edirik. Dinləmə mətni demək olar ki, 9, 10 və 11-ci sinif bir mətn əsasında, amma fərqli suallarla verilib. Gəlin dinləməyə qulaq asaq və suallarımızı davam edək. Listen to the passage and answer the questions. When most people think about giraffes, they imagine the savannas of Africa. However, not everyone knows that giraffes once lived in different parts of the world, including Central Asia. Fossil records show that thousands of years ago, giraffe-like animals wandered across regions that are now Kazakhstan and Uzbekistan. These ancient giraffes were not exactly the same as the tall animals we see today in Africa, but they had long necks and legs that helped them eat leaves from high branches. Today, no wild giraffes live in Central Asia. The climate and environment changed over time, making it impossible for them to survive in the wild. But modern zoos in cities like Almaty and Tashkent keep giraffes as part of conservation programs. Children and tourists often visit these zoos to watch the animals, learn about their history, and understand why protecting nature is important. The story of giraffes in Central Asia reminds us that animals move and adapt when their environment changes. It also shows how humans can study the past to better protect wildlife in the future. Dinləməmizi dinlədik. İndi isə gəlin dinləmə əsasında verilən sualların cavablarını yoxlayaq. 56-cı sualda doğru cavabımız olacaq. Fossils show giraffe-like animals lived in Kazakhstan. Bəli, bu doğru variantdır. Sualları biraz böyüdək. Ekranda rahat görə biləsiniz. Fossils show giraffe-like animals lived in Kazakhstan. Bu doğru variantdır. Mətndə də bu şəkildə keçir. Bizdən də true olan variantı soruşurdu. Ancient giraffes in Asia were the same as modern ones. Xeyr, eyni değildi. Giraffes today live both in Africa and Central Asia. Xeyr, bugün Mərkəzi Asiyada sadəcə zooparkda qarşılaşa bilərik. Climate in Central Asia hasn't changed for long years. Uzun müddət dəyişməyib. Xeyr, dəyişdiyi üçün orada vəhşi zürafələr yoxa çıxıb. Zoos in Tashkent keep giraffes for children to ride. Və Taşkentdə zooparklar uşaqların sürməsi üçün zürafələr saxlayırlar. Xeyr, to ride üçün verilmir orada. Ona görə doğru cavab A variantıdır. İndi isə keçək 57. Complete the sentence according to the passage. Ancient giraffes in Central Asia had short necks and wide bodies. Xeyr, short değil, long necks idi. Colorful patterns like zebras. Xeyr, bu da değildi. No connection with African giraffes. Afrika zürafələri ilə heç bir əlaqəsi yox idi. Xeyr, fərqli idi, amma heç bir əlaqəsi yox idi. Deyilmir orada. Long necks and legs for eating leaves. Bəli, ancient giraffes in Central Asia had long necks and legs for eating leaves. Bu doğru variantdır. The same size as elephants. Belə bir ölçü də verilmir mətndə. 58-ci suala baxırıq. The passage mainly about 9-10 siniflərin təhlilindən də gördük ki, burada mətnin haqqında olmasa. How to protect the zoos in Almaty and Tashkent. Sırf oradakı zooparklardan danışmır. Xeyr. The history of giraffes in Central Asia. Mərkəzi Asiyadakı zürafələrin tarixi, bəli, budur. Qədim zürafələrin tarixindən danışır. How to protect African wildlife. Afrika vəhşi təbiətini necə qorumaq bu barədə deyil. Climate change in modern time. Müasir zamanda iqlim dəyişikliyi deyil. The tallest animals on earth. Dünyanın ən hündür heyvanı. Xeyr, belə bir ifadə keçmir. Yəni mətn bu haqda deyil. Konkret olaraq Mərkəzi Asiyada yaşayan, qədim dövrdə yaşayan zürafələr haqqındadır. İndi isə gəlin 59, 60 və 61-ci açıq suallarımıza baxaq.
59-cu açıq suala baxırıq. Write the correct answer according to the passage. Why do zoos in Almaty and Tashkent keep giraffes? Mətnə əsasən mövcud olan cavabları mən artıq sizin üçün ayırmışam dinləmə mətninə görə. Deməli, burada əgər bunlardan hər hansı birini yazsaz, tam bal ala biləcəksiniz. İlk olaraq qısa formada as a part of conservation proqramı yazmışsınızsa, tam bal alırsınız və yaxud da because children and tourists can learn about them və yaxud da ki can learn yazmırsınız, can watch them də yaza bilərsiniz. Learn about və yaxud da watch them. Hər hansı bir formada yazsaz, tam bal alırsınız. To understand the importance of protecting nature, bunu da yazsaz, bu da doğru cavabdır. Yəni tam bal alırsınız. Və yaxud da to understand why protecting nature is important, bu da doğru cavab sıralarındadır. Yəni 4 dənə doğru cavab ehtimalı var. Mətndə əsasən bu suala cavab olaraq keçir. Ona görə də why do zoos in Almaty and Tashkent keep giraffes səbəbləri olaraq bu 4-ündən biridir. İkisini yazsaz, üçünü yazsaz bu problem deyil. Amma hər hansı birini düz yazmağınız kifayətdir ki, tam bal alasınız. Çünki hər biri dinlədiyimiz mətn əsasında doğru cavabdır. 60-cı sualla davam edirik. Complete the sentence according to the passage. The story of giraffes in Central Asia reminds us that animals move and adapt when their environment changes. Olur. Yaxud da ki, the story of giraffes in Central Asia reminds us that humans can study the past to protect wildlife in the future. Bu hissəsi burada düşməyib. Doğru cavab. Bunlardan hər hansı birini yazsaz, tam bal alırsınız. Təbii ki, 2-dən az, yəni bir dənə hərf səhvi olsa problem deyil. Əsas odur ki, hərf səhvi mənanı dəyişməsin. 61. Write one adjective from the passage that describes the word animals. Animals sözünü təsvir edən bir dənə sifət yaz və diqqətlə qulaq asanda görəcəksiniz ki, orada tall animals sözü keçir, başqa heç bir sifət keçmir. Doğru cavab talldur yazdığınız zaman tam cavab alacaqsınız. İndi isə qrammatika sualları ilə davam edək, sonra isə readingə baxacağıq. Köhnə üsulda, yəni 11-ci sinif keçən ilki üsulla imtahan verəcəyi üçün dinləmədən sonra mətn qrammatika suallarına baxırıq. Qrammatika sualları birinci nədir burada? The train arrives, qatar gəlib çatır. Gəlin, saatla bağlı bir sualdır. At half to one. Xeyr, burada at 10 to 1 olmalıydı. At half yox, 10 olmalıydı. Bu yanlışdır. At half past 12. Bu doğru variantdır. At deməli 30 to 1. Xeyr, burada at 30 to 1 düzgün deyil. Sonra at 12, 13, xeyr, 13 deyil. Burada 12, 30 elektron saat kimi deyilsə belə yanlış formada deyilib, 30'dir, burada 13 deyilib və at a quarter to 1 to qalanda deyilir. Burada işləmiş olduğu üçün olmalıydı at a quarter past 1 to yox. Doğru cavab B variantıdır. 63-cü suala baxırıq. Kəmiyyət sualı və yiyəlik halın birləşməsidir. FU-dan sonra isim cəmdə gəlməlidir. Amma burada təkdə verilib, yəni S olmalıydı. Sonra S cəm çəkilisi, sonra apostrof, bu yanlışdır. Bizdən doğrunu istəyir. 3-dən sonra yenə cəm çəkilisi gəlməliydi. Sonra apostrof tək qalmalıydı. Bu da yanlışdır. The bakers reads. Bakerların, burada baxırıq ki, B hərfi böyüklə yazılıb. Soyaddır, qarşısında Z olduğu üçün bütöv ailəni bildirir və apostrof S-dən sonradır. Düzgündür. Var dövləti, səltənəti. Doğru variantdır. The actress closes. Aktrisanın, burada qoşa S cəm şəkilçisi olmadığı üçün yiyəlik apostrof S doğrudur. Aktrisanın paltarları, bu doğru variantı 3-4 C variantı olmuş olur. 64-cü sualımıza baxırıq.
So little rain, belə az yağış, bu doğru variantdır. So'dan sonra heç vaxt artiklı işlənmir, bu yanlışdır. Such a few, such dedik ki, heç vaxt cəmiyyət sözləri ilə işlənmir, yalnız a lot of-la işlənir. Bu da yanlışdır. Such little girls, burada girls, qızlar, sayılən isimdir, cəmdədir, little balaca mənasındadır. Deməli, doğrudur. Such a lot of sheep, such a lot of sheep, bəli, such a lot of-la işlənir. Sheep'in də təki cəmi eyni olduğuna görə belə çoxlu qoyunlar. Bu da doğru variantdır. Yəni, doğru cavab oldu 1, 4, 5, D variantı. 65-ci sualımıza keçirik. Hurry up, tələsin deyirik. Əgər tələsin deyiriksə, the doctor is looking for sözünündən sonra deməli, adlı kal şəxs əvəzli işlənə bilməz, I işlənə bilməz, V işlənə bilməz, Z işlənə bilməz. Düşünə bilərsiniz ki, hamısı şəxs əvəzlidir. Bəli, hamısı şəxs əvəzlidir. Amma biz bilirik ki, you həm şəxs əvəzlidir, həm də obyekt haldır. Sənə, səni mənasını verir. Ona görə deyir, hurry up, the doctor is looking for you. Həkim səni gözləyir. 66-cı sual. The students answered question correctly. Burada diqqət edirsə, bu article sualıdır. The following question, növbəti sual. Bu düzdür. A following olmaz. Bəzi sözlər var ki, onlar ancaq Z ilə işlənir. The following, the next, the same, the whole və s. Buradan baxın, the same var, elə bunu da götürürük. The same question, the next question düzdür. Same'in burada Z'si olmadığı üçün yanlışdır. Last question, lastdan sonra zaman sözü, last və nextdən sonra zaman sözü gəlməyəndə qarşılarında Z artiklı işlənməlidir. Yanlışdır. Doğru cavab 1, 3, 4 və Y variantıdır. 67-ci sualımıza baxırıq. 67-ci sualda the eagle cleaned, təmizlədi. Qartal nəyi təmizlədi? Lələklərini. Kimin lələklərini? Təbii ki, öz lələklərini. Burada yiyəlik var. Eagle-ın özünə məxsus lələklərini təmizlədi. Deməli, it olacaq. Biz burada it is verə bilmərik. Öz lələklərini. Öz mənasında da biz yiyəlik əvəzliyindən it-dən istifadə edirik. With nə ilə təmizlədi? Sharp beak, kəskin dimdiyi ilə. Təbii ki, kimin dimdiyi ilə? Öz dimdiyi ilə. Yenə də it's beak olacaq. It is yox. It is yox. It də yox. Doğru cavab Y. It's sharp beak. Hər ikisi yiyəlik olmuş olur. 68-də you are overweight. Sən ağır çəkilisən. You ought to have. Deməli, ağır çəkilisən deyiriksə, çörəyi nə qədər yeməlisən? Az yeməlisən. Çörək sayılmayan isimdir və many, several, a few ancaq cəm isimlərlə işlənir. Bunlar sayılmayan isimlərlə işlənə bilməz. Much, çox ağır çəkilsən və çörəyi çox yeməlisən. Bu isə məntiqsiz bir variant olardı. Qrammatik olaraq düzgün olsa da. Less, daha az çörək yeməlisən. Yəni, hal-hazırda nə qədər yeyirsənsə, ondan daha az yeməlisən. 69-cu sual. This is the time I have told you to be careful. Aydındır ki, burada sıra sayı işlənəcək və 30 miqdar sayıdır. Bu uyğun deyil. 40's, 40-cı yazmağa çalışılıb. Burada U hərfi artıqdan düşülüb. 5 sözün 15 və yaxud da ki 50 yazanda V hissəsi düşür və F-ə çevrilir. Sonra 10 sıra sayı kimi olanda tens sadəcə TH artırılır. Burada TY şəkilçisi olmur və doğru cavab 20's 20-ci dəfə mənasını verir. This is the 20th time I have told you to be careful. Bu 20-ci dəfədir ki, sənə deyirəm ki, diqqətli ol. 70-ci sualla davam edirik. Choose a line of derivative nouns. Düzəltmə isimləri seçin deyir burada. Baxırıq. Builder, battleship, döyüş gəmisi, bu compounddur. Çıxırıq.
Happiness, childhood improvement. Burada doğru cavabı görürəm. Childhood improvement. Bəli, hər biri düzəltmə isimdir. Apple sadədir, table sadədir. School yeyə burada L-də düşməyib. School year mürəkkəbdir. Hər bir halda C variantı səhvdir. Notebook mürəkkəb isimdir. Bedroom, futbol hər biri mürəkkəb isimdir. Derivativlə heç əlaqəsi yoxdur. Mountain sadədir, river sadədir. Blackbird bu mürəkkəbdir. Yenə derivativlə əlaqəsi yoxdur. Doğru cavab B variantı qalmış olur. Complete the sentence. You need to go to the butcher's. Sənin ət mağazasına getməyinə ehtiyac var. Butcher qəssabdır. Butcher shop mənasındadır. Qəssab mağazasına getməyə ehtiyac varsa, deməli, evdəki ətin miqdarı yox dərəcəsindədir. Yəni, a lot of deyil, much deyil. Many ilə few da sayılmayan isimlərlə işlənmir, cəm isimlərlə işlənir. Deməli, yetərsiz olan mənfi, yəni no'ya bərabər olan little-dur, doğru cavab olur, little. Və 72-ci sual. My father and I deyiriksə, bu olur we. Repair the lorry, yük maşınını təmir etdik. Kim təmir etdi? Biz özümüz təmir etdik. Ourselves olur. Qayıdış əvəzliyi bu mübtəda ilə yalnız ourselves ola bilər. Və yaxud da my father and I repaired the lorry itself, yük maşınının özünü təmir etdik. Belə bir ifadə də ola bilər, amma variantda təbii ki, itself yoxdur. Without any help. Kömək olmadan da dediyi üçün biz özümüz təmir etdik. 73-cü sualımıza baxırıq. 73. Article sualıdır. Suala hər zaman baxarkən ilk variantlara diqqət edin. Variantlar sizə artıq hansı qrammatikanı beyin ortaya çıxartmalıdır ki, fikirləşsin. Bunun üçün şərtdən daha çox sizə variant çox şeyi ifadə edir. Variantı görən kimi bilir ki, bu article sualıdır. Statue of Liberty, oflu birləşmələr, adlar hər zaman Z ilə işlənir. The Statue of Liberty was a gift of friendship from France. Fransa dövlət adıdır, ona görə boşluq olur. Burada isə States sözü gəldiyi üçün Republic, Federation, States, Emirates sözləri gələndə ölkə adlarında orada Z işlədirik. Deməli, doğru cavabımız olur D variantı, Z boşluq və Z. 74-cü suala baxırıq. 74-də possessive case deyir, ismin yiyəlik halı, baxaq. Frank artiklı gəlibsə, artıq bu yiyəlik ola bilməz. Is a walking danger. Frank yeriyən bir təhlükədir. The story miqdar sayı gəlibsə, apostrof S-dən sonra bu isdir. The story is 5 minutes walk away. Kəsdik. Story, ne demişəm bu story deyil. Store'dur, mağazadır. Aha. 74-cü sualla davam edirik. İsmi yiyəlik halına aid bir sualdır. Frank apostrof S-dən sonra artiklı gəldiyi üçün burada isdir. Frank is a walking danger. Yeriyən bir təhlükədir. Bu yanlışdır. Yəni ismi yiyəlik halı yoxdur. The store is 5. Buradakı apostrof S isdir. Çünki özündən sonra miqdar sayı gəlir. Is 5 minutes. 5-dən sonra minutes cəmdə gəlib və yiyəlik hal doğru formada verilib. 5 minutes walk away. 5 dəqiqəlik piyada yol məsafəsindədir mağaza. Bu düzdür. Yiyəlik hal burada deyil, buradadır. Bu verilən apostrof S isə isdir. Amma yiyəlik hal hissəsi də yenə doğrudur. Cümlə doğrudursa, doğru variant sayılır. What is your? Burada təbii ki, what apostrof S heç vaxt ismin yiyəlik halı ola bilməz. Çünki what isim deyil, əvəzliyidir. What is your husband's profession? Sənin həyat yoldaşının peşəsi nədir deyirsək, bu hissə isə ismin yiyəlik halı olduğu üçün doğrudur. He əvəzlikdir. Əvəzlik apostrof S ilə yiyəliyi düzəlmir. Burada bu has'dir. Dan gəldiyi üçün he has done his own washing and ironing. O yuma və ütüləmə işlərini özü görür. Burada yiyəlik yoxdur. 2, 3. D variantı doğru variantdır. 75-ə gəlirik. The Great Wall is in China.
deməli, böyük Çin səddi, böyük divarlar Çindədir. Burada Z artiklı divarlarla işlənib, doğrudur. Mrs. Smith teaches the English at a secondary school. Teach deyirsə öyrədir. Deməli, burada ingilis dilini öyrədir. Z artiklı ola bilməz. Z. Johnson's garden is on Park Avenue. Johnsonların bağı Park xiyabanındadır. Park Avenue mərkəzindədir. Yəni, bağın yerləşdiyi yerin adıdır Park Avenue, Park xiyabanı. Bu doğrudur. We always have the lunch at school. Biz həmişə məktəbdə qəlyanaltı edirik. Biz bilirik ki, qəlyanaltı breakfast, lunch, dinner, supper qarşısında sifət gələrsə artikılla işlənər, EN-lə, amma Z ilə işlədə bilmərik. Have lunch olur, have a good lunch olur, amma heç vaxt have the lunch ola bilməz. Ona görə doğru variant 1, 3, Y variantı olmuş olur. 76-cı sualımıza baxaq. The policeman arrested the actress for the crime. Birinci mübtəda gəlib və kişi cinsində təkdir deməli olacaq. He arrested feildən sonra gəldiyi üçün və qadın cinsi aktrisanı dediyi üçün olacaq her. He, her variantı cavab B doğru variant olmuş olur. Başqa bir şeyə baxmağa artıq ehtiyac qalmır. 77-də choose the suffix which forms nouns from both the given words young and die. İkisinə də ortaq şəkilçi axtarırıqsa, bu təbii ki, th, use and this şəkilçisi olacaq. Th şəkilçisi. 78-ci sualımıza baxırıq. O da artıq reading mətnidir. Gəlin ilk öncə mətnimizi ekranda görək. Buyurun. 78-ci sual. The passage is mainly about sualıdır. Gəlin mətnin ilk hissəsinə, siz mətni biraz əvvəl gördünüz. Global warming is one of the biggest problems facing our world today. It means the slow increase of Earth's average temperature. Scientists say that most of this warming is caused by human activities. Deməli, bu oxuduğumuz hissəyə əsasən baxırıq variantlara. How rainforests are disappearing. Rainforestdən söhbət getmədi. Different types of renewable energy. Müxtəlif yenilənən enerji növlərindən danışmadı. The effects and solution of global warming. Bəli, doğru cavab C-dir. Birəbir sözləri də ilk iki cümləyə uyğun gəlir. The history of climate in the Arctic-dən söhbət getmədi. Natural disaster caused only by floods. Sadəcə daşqınların səbəb olduğu təbii fəlakətlərdən danışmadı. Doğru cavab C variantıdır. 79-cu sualımıza baxırıq. Which statements are true? Hansı fikir doğrudur? Doğru olanı tapacağıq. Demək ki, 4-ü yanlış olacaq. Global warming means the quick cooling of the Earth's atmosphere. Global istiləşmə yer kürəsinin atmosferinin sürətli sərinləməsidir. Xeyr, əksinə istilənməsidir. B variantını glaciers and ice caps are melting because of higher temperature. Buz dağları və buzlaqlar yüksək temperatur səbəbilə əriyirlər. Bəli, bu doğrudur. Yer kürəsində olan istiləşmənin nəticələri bunlar olur. The main reason for global warming is natural cycles of the earth. Qlobal istiləşmənin əsas səbəbi təbii dövrandır. Yer kürəsindəki təbii dövrandır. Xeyr, təbii ki, bu deyil. Global warming has no effect on animals and plants. Xeyr, təbii ki, təsiri var. Planting trees increases the amount of CO2, carbon dioxide in the air. Ağacların əkilməsi deyil, kəsilməsi karbon dioksidi artırır. Çünki ağaclar onları təmizləyir əksinə. Doğru cavab 79-da B-dir. 80-ci sualımıza baxırıq. What are some solutions to global warming mentioned in the text? Mətndə toxunulan qlobal istiləşmənin bir sıra həlləri nədir?
using renewable energy such as solar and wind, yenilənən günəş və külək kimi yenilənən enerjilərdən istifadə edilməsi, bəli, mətndə bunu vurğulayır. Planting more trees to reduce carbon dioxide, daha çox ağac əkmək karbon dioksidi azaldır, bəli, bu doğrudur. Increasing the use of coal and oil, kömür və neftdən daha çox istifadəni artırmaq əksinə bu həll deyil, əksinə daha da qlobal istiləşməni artıracaq. Countries working together to produce coal, kömür istehsal etmək üçün ölkələr bir yerdə işləməlidir. Təbii ki, kömürün istehsalı dayandırılmalıdır ki, qlobal istiləşmənin qarşısı alına bilsin. Çünki onun artırılma səbəblərindən biridir. Azalmasının həlli yolu deyil. Doğru cavabımız 1, 2 oldu. İndi isə keçirik 81-ci sual. Global warming causes səbəb olur. Burada deyir ki, complete the statement fikri mətnə əsasən tamamlayan hissəni seçin, gəlin seçək. Global warming causes longer winters with more snow everywhere. Hər yerdə daha çox qarın olduğu uzun qışlara səbəb olur. Əksinə, istiləşmə artdıqca qar azalır. Sea levels to rise because of melting ice. Buzun əriməsinə görə dəniz səviyyəsi qalxır. Bəli, mətn bunu verir. The atmosphere to release extra heat into space. Deməli, atmosferdə əlavə istilik qalaktikaya buraxılır. The atmosphere causes the atmosphere to release extra heat into... Xeyr, atmosfer qalaktikaya buraxmır istiliyi. Mətndə vurğulayır ki, atmosfer daxilində qalır. Ona görə yer kürəsi isinir. People to use more coal and oil for energy. İnsanlar daha çox kömür və neftdən enerji üçün istifadə etməyə səbəb olur. Xeyr, bu əksinə azalmalıdır. The earth to stop producing renewable energy. Qlobal istiləşmə yer kürəsində yenilənən enerjinin istehsalını dayandırır. Xeyr, əksinə insanlar daha çox yenilənən enerjidən istifadə edir ki, qlobal istiləşmənin qarşısını alsın. Doğru cavab B variantı. Sea levels to rise because of melting ice. Yəni, cümlədəki global warming causes ifadəsini, fikrini, mülahizəsini tamamlayan B variantıdır. İndi isə gəlin açıq suallara baxaq. Açıq suallardan ilk olaraq baxırıq. Write the answer to the question by expressing your opinion according to the passage. Write at least 3 sentences. Ən azı deyir 3 cümlə yaz. Gəlin baxaq sualımıza. What can individuals do in their daily lives to help reduce global warming? Qlobal istiləşməni azaltmaq üçün insanlar gündəlik həyatlarında nə edə bilərlər? Gəlin sizin üçün qısa bir mətn verin burada ki, vaxtımız getməsin və o mətn əsasında öz yazdığınızı analiz eləyin. Buyurun, baxın. Deməli, gördüyünüz kimi cavabımız belə olacaq 82-ci sualda. Individuals can help reduce global warming by making small changes in their daily lives. For example, they can save energy by turning off lights and using energy-efficient devices. They can also walk, cycle, or use public transport instead of driving cars. Planting trees and recycling are other simple but powerful actions that make a difference. 3 cümlə var burada və 3 cümlə olduğu üçün sadə dildə yazılmış bir inşa olmuş olur, şərti ödəyir və sizə tam bal verə bilər. Və düşünürəm ki, burada çətin, ağırlaşdırılmış sözlər də yoxdur. Belə bir formada inşalar yaza bilərsiniz və imtahanda da sizin üçün sadə olar. Gəlin növbəti sualımıza baxaq. Complete the sentence according to the passage by changing at least 2 words. Gəlin də mətndən bunu axtaraq tapaq və hansı sözləri dəyişə bilərik, onu vurğulayaq. Mətnə əsasında, mətndə bu cümlənin davamında belə bir şey keçir. The gases from burning coal, oil and gas trap heat, baxın, cümlə budur, trap heat in the atmosphere.
və cümlə burada bitir. Gəlin baxaq nə idi? Trap əvəzinə keep, hold, catch yaza bilərsiniz. Hit istini tutub saxlayır. Saxlayır, hold tutub saxlayır, catch tutur. Hit əvəzinə temperature verə bilərsiniz. İkinci dəyişmə olaraq. Və yaxud da ki, in the atmosphere əvəzinə in the air, in the sky verə bilərsiniz. Və yaxud da toplam olaraq in the atmosphere əvəzinə on the earth verə bilərsiniz. Gəlin bir cümlə seçək. Deyək ki, and gas keep temperature on the earth yazdığımız zaman mənanı saxlamış oluruq və sözü dəyişib tam bal ala bilərik. 84. Write the close meaning of the word critical from paragraph 3. Üçüncü paragrafın elə ilk cümləsinə baxsaz, görərik ki, critical sözünə uyğun serious sözü, yəni adjectivi verilib. Doğru cavab seriousdur. Və write the word from paragraph 1, birinci paragraf, yəni birinci abzasdan, which best fits to keep heat, light and energy inside something and prevent it from escaping. Bu da elə burada həmin cümlədən sual da düşüb, davamında da onu yazırıq. Trap sözünün eynisidir ki, burada onun definitionu verilib, yəni doğru cavabımız olacaq to trap. Təbii ki, siz to-nu yazmasanız da tam bal alasınız. Əsas odur ki, trap sözünü doğru formada mətndən bura yazasınız. Və bununla da siz inşallah ki, bütün sualların öhdəsindən gəlib tam bal alacaqsınız. Kanalımıza abunə olun, bizi izləyin və qısa zaman sonra ingilis dili dərsləri ilə də sizin qarşınızda olacağıq. Onlayn dərslərimiz üçün də TikTok səhifəmizdəki bioda nömrə ilə əlaqə saxlaya bilərsiniz. Hələlik bu qədər. Xudahafiz.